Ölkədə əlilliyin müəyyənləşdirilməsi qaydaları da bundan sonra yeni fərmanla tənzimlənəcək. Bundan sonra əlillik birinci qrup üzrə müddətsiz, digər ikinci və üçüncü dərəcədə isə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını nəzərdə tutur. Bu sahədə şəffaflığın artırılması məqsədi ilə verilən bu fərmandan irəli gələn tələblərin əsas mahiyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov açıqlayıb. Birinci qrup əlillər artıq heç bir təkrar tibbi müayinədən keçmədən ömürlük əlil hesab olunacaqlar. Ölkə başçısının fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 ay müddətində əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmə imkanı yaradacaq. Bu məqsədlə elektron hökumət portalına müvafiq informasiya proqram resursları əlavə ediləcək. Fərmanın məqsədi əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığı artıracaq. Bundan başqa, fərmanın əsas hədəflərindən biri də tibbi sosial ekspertiza və reabilitasiya xidmətinin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov hesab edir ki, ölkə başçısının fərmanı bu sahədə bir çox uğurlu islahatlara da şərait yaradır. Bir neçəsini birləşdirib bir komissiya eləməklə məşğul olacaq. Amma bir şərtlə ki, nəzərdə tutaq ki, 5 il müddətində bunun sayı azalacaq da. 5 ildən sonra 1 ildə yenə çox böyük sayda gələnlər olacaq. 2020-ci ildə birdən böyük bir gəliş olacaq çiçəklərə. Onda bəs nə edəcək? O zaman aciz qalmamaq üçün indidən nəzərdə tutmalıyıq ki, ixtisara da gedəndə əsasən rəhbərlik eləyənlərin ixtisarı getsin də, amma ekspertlərin özünün sayını çox azaltmaq olmaz, çünki gələcəkdə nəzərdə tutmaq lazımdır. Yeni fərmanın icrasını 3 dövlət qurumu birgə həyata keçirəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən başqa Səhiyyə və Yüksək Texnologiyalar Nazirliyi də bu işə cəlb olunub.